Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kiber təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmrahlı saxlanılıb. Araşdırmalarla məlum olub ki, Kənan Əmrahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş OTP təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib. Sosial şəbəkələrdən müxtəlif banklara aid saxta elanlar paylaşaraq bizə yazan müştərilərdən komissiya haqqı istəmişəm və onların 16 rəqəmli kodun və OTP kodun istəmişəm və onların kartlarında olan məbləğləri oğurlamışam. Bu yolla təxminən 200 nəfər yaxın vətəndaşın pullarını oğurlamışam. Faktlarla bağlı cinayət işi başlanılıb. Kənan Əmrahlı barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək phishing məqsədi ilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər.